Salam, mən Sadiqzadə Rəqsanə. Bugün sizə əsərim olan toy əsərimi təqdim etmək istəyərdim. Afaq Həbibinin şagirdi olmuşam və Qərbi Kəsb kollecini bitirmişəm. Hal-hazırda özüm də işlə məşğul oluram. Bu əsərdə Azərbaycan milli dəyərlərini göstərmək və təqdim etmək istəmişəm. Burada nə göstərilir? Azərbaycan musiqi aləti və milli geyimlərimizdən əsasən burada toy haqqındadır. Hər birimiz də bildiyimiz kimi Azərbaycanın ən dəyərli şeylərindən də biri toylarımızdır. Yəni indiyənə kimi davam edirik. Milli geyimlərimiz, milli musiqilərimiz insanların hüzünlü və kədərli olmağı. Hətta burada xonçalarda mən onu göstərmişəm ki, nar simvolu qoymuşam ki, nar bizdə bərəkət mənasındadır. Nar, ondan sonra butaq. Buyurun. Mən Kərimli Fidan, Afart Studiyanın tələbəsiyəm. Burada mən Ruhun Təntənəsi adlı əsəri canlandırmaq istədim. Burada Şuşa düzündə olan atlar, Araq Qarabağ atları, milli rəqs edən və milli ənənəvi musiqi alətlərimizi çalan şəxslər təsvir eləmişəm. Burada təbiətin daha canlılığını falan əks etdirmək istəmişəm. Salam, mən Qafarov Cəsur, Qazax rayonundan qatılmışam. Əsərimdə Cıdır düzündə öz Azərbaycanımızın milli rəqsi olan rəqsimizi təsvir eləmişəm. Elə əsərimə də Cıdır düzü adını vermişəm. Qazax Dövlət Rəsm Qalereyasına gedirəm. Düşünürəm ki, çox yaxşı tədbir keçir. Mənim adım Səlimli Caviddir. Mən burada 149 nömrəli məktəbdə oxuyuram. Mənim müəlliməmin adı Əminə müəllimədir. Mən burada musiqi çarğı alətləri çəkmişəm. Bunu musiqini hər yerdə oxumaq olar. Salam, mənim adım Əlmanov Yusifdir. Mən Fikrət Əmirov adına 6 nömrəli 11 illik İncəsənət məktəbində oxuyuram. Müəllimim Elmar müəllimdir. Mən burada cazməni təsvir etmişəm. Mən Məhəmməd Hüseynzadə, 17 yaşındayam. Rəsmimin adı Milli Musiqi Alətləri, qədim milli musiqi alətləri. Bura gəldiyim üçün çox sevinirəm. Mənim arxamda dayanan ailəmə, bütün sevdiklərimə buradan çox salamlarımı bildirirəm. Mən öz sənətimin dalıcan götürən, məni aparan, mən öz sənətimi həvəsini düşürməyən müəllimə buradan çox təşəkkürümü bildirirəm. Здравствуйте, меня зовут Нура Мамедова, мне 12 лет, я пришла из Анкара-лицей. Мое хобби – это рисовать и спорт. Я хочу показать вам эту картинку и хочу объяснить, что рисование – это самое важное и самое красивое, что я когда-нибудь видела. Вот, смотрите. Mənim adım Çək Şərifzadə, 16 yaşım var. 5 nömrəli Uşaq İnkişaf Mərkəzində təhsil alıram. Burada milli geyimimiz, milli qaval rəqsi və milli abidəmiz bir arada təsvir olunub. Qaval rəqsinin incəliyi və milli abidəmizin incəliyi bir arada uyğunlaşmışdır. Mən Hüseynli Rəfiqə, 214 nömrəli məktəbin məzunuyam. Əsərimin adı Azərbaycan səni sevirəm. Azərbaycanın bir neçə simvollarını əsərimdə canlandırmaq istədim. Xalçamızı çəkmişəm, sonra tar çəkmişəm. Mən Hüseynova Fatimə, 292 nömrəli tam orta məktəbdə oxuyuram. 15 yaşım var. Bu əsərdə Azərbaycan şəhidimiz Xudayar Yusifzadəni təsvir etmişəm. Salam, Mirzəyeva Şəhlar. 187 nömrəli tam orta məktəbdən gəlirəm. Art School tələbəsiyəm. Əsərim rəqs edən qadın qız qalsın qabağında
musiqi aləti ilə bir yerdə rəqs edilir. Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov. Bugün burada Azərbaycanın beynəlxalq 9-cu Uşaq Rəsmi Festivalının sonuncu sərgisi açılır. Hansı ki 3 gün ərzində davam eləyib. Sərgi bilirsiniz ki, Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün 28 maya həsr olunur. Festivalın şüarı Azərbaycan, mən səni sevirəm. Mövzusu Azərbaycan musiqisi təsvir sənətdə. Görürsünüz ki, buradakı əsərlərin hamısı Azərbaycan musiqisinə həsr olunub. Uşaqlar Azərbaycan rəqsləri, Azərbaycan musiqisi, Azərbaycan musiqisinin tarixi haqqında çəkiblər. Azərbaycan uşaq, xalq və müəllif mahnılarını illüstrasiyalar çəkiblər və müxtəlif tipli musiqi alətləri təsvir ediblər. Demək olar ki, əsərlərin hamısı Azərbaycan musiqisinə əhatə edir. Hardasa 1200-dən çox əsər təqdim olunmuşdu. Bugün 3 gün ərzində burada 800-də qədər əsər təqdim olundu. Və bu əsərlərin içərisindən biz 30 əsər seçəcəyik ki, ayın 23-də Xətai rayon İcra Hakimiyyətinin qabağında onlar canlı performans edəcəklər. Oradan qaliblər seçiləcək, hədiyyələr olacaq. Bundan başqa bildiyiniz kimi bu festival beynəlxalqdır. 6 xarici ölkədən də əsərlər burada təqdim olundu və bu əsərlərin müəlliflərinə də hədiyyələr və sertifikatlar göndəriləcək. Tədbir haqqında deyə bilərəm ki, tədbiri Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsmi Qalereyası, Azərbaycan Sulu Boya Cəmiyyəti, Xətai Sənət Mərkəzi, Xətai Sənət Mərkəzinin nəzdində olan Uşaq Sənəti Qalereyası təşkilatçısı kimi Akademik Filarmoniyada həm də bizim təşkilatçılardandır. Dəstəkçilər Xətai rayon İcra Hakimiyyəti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Naxçıvan Rəssamlar Birliyi. Gördüyünüz kimi tədbir çox maraqlı alındı. Mən elə bilirəm ki, tədbirin Azərbaycan musiqisinə, həm Azərbaycan izləyicisi üçün, həm xaricilər üçün xidmət edəcəyinə inanıram. Fikirləşirəm ki, bu cür mədəni tədbirlərin keçirilməyi Azərbaycan incəsənətinin gələcək inkişafı üçün böyük töhfələr verir. Çünki bu tip sərgilər uşaqların, əsas bizim ölkəmizin, vətənimizin gələcəyi olan uşaqların təkcə yaradıcılığını yox, həm dünya görüşünü inkişaf etdirməklə yanaşı, həm də sərginin mövzusunu əsas götürərək deyə bilərik ki, 28 may Respublika gününün uşaqlara bunu mövzuda rəsm çəkməyə çalışarkən araşdırmaqları, bundan başqa rəsmlərdə mövzudan istifadə edilir musiqi alətləri, Azərbaycan musiqisinin tarixini öyrənməkləri, onların gələcəkdə hətta rəssam olmasalar belə layiq bir vətəndaş, Azərbaycan tarixini, Azərbaycan incəsənətini, Azərbaycanın şanlı keçmişini dərindən bilən bir vətəndaşlara çevirir bu uşaqları və fərqi deyil ki, onlar gələcəkdə rəssam olsunlar, incəsənətin hansısa bir sahəsində özlərinin yaradıcılıq, karyer yollarını inkişaf etdirsinlər. Tamamilə başqa bir sahədə olsalar belə bu bilikləri, onların bilməkləri və gələcək nəsillərə də öz növbələrində ötürməkləri bugünkü Azərbaycan üçün çox vacibdir və Azərbaycan idarə etməsinin əsas prioritetlərindən biri kimi hesab olunur. Ona görə də Xətai Sənət Mərkəzinin və ümumiyyətlə bu sərginin təşkilində əmək edən hər kəsin bu layihəyə həsr gətirməyi biz tərəfdən də çox təqdirə layiq bir hadisə kimi qiymətləndirilir. Əbul Gündüz Ramizoğlu Xətai Sənət Mərkəzinin baş müəllimiyəm. 9-cu Uşaq Festivalına hazırlaşarkən burada çox seçim oldu. 800-dən yuxarı şəkil vardı, onları seçim etdik və 3 gün mərhələli surətdə saat 12-də və 4-də şəkillər seçildi və bu gün də axırıncı gündür. Həmin festivalın axırıncı günüdür. Şəkillər burada nümayiş olunur. Əsas məqsəd nə idi? Azərbaycan musiqisinin təbliğatı, Azərbaycan milli musiqisinin əsərlərdə gördüyünüz kimi xalq musiqisinin, xalq rəqslərinin, milli musiqimizin, muğamatın təbliği ilə əlaqədar olan çəkilən şəkillərdir. Və Azərbaycan müxtəlif bölgələrindən burada uşaqlar iştirak edir. Hər il bizdə festivallar keçirilir və bu da bir növ bizim musiqimizin dünyada bir daha təbliği, dünyada tanınması ilə əlaqədar olaraq mənə belə gəlir ki, çox böyük əvəzsiz bir rol oynayır. Çünki burada uşaqlar 8-9 yaşından 20 yaşına qədər iştirak edirlər. Mən arzu edərdim ki, bizim gənc nəsil, necə ki bizim dədə-babalarımızdan gələn milli musiqini, muğamatı qorunub saxlanıb nəsildən nəsilə ötür və gələcəkdə də bu rəssamlıqda və musiqidə öz əksini tapsın və hər bir gənc iştirakçı balaca uşaqlara müvəffəqiyyət arzulayıram. İncəsənətin bütün növlərində
və inanıram ki, Azərbaycanın gələcəyi daha da parlaq olacaq olan simasında. Hörmətli qonaqlar, əziz sərgi iştirakçıları, hər birinizi Azərbaycandan 9-cu Uşaq və Gənc İncəsənət Festivalının yekun sərgisində xoş gördük. Bugün yüzlərlə uşağın arasından mövzuya ən uyğun olan, ölçüyə, rəng şaxsalarına ən uyğun olan işlər Musiqilər tərəfindən seçilib və bugün burada sərgilənir. Sərgimiz 28 may Respublika günündən həsr olunmuşdur və uşaqlardan xahiş etmişdik ki, əsərlərin daha çox Azərbaycan musiqisindən, Azərbaycan musiqi alətlərinin tarixinə həsr etsinlər və bugün biz burada həmin əsərləri görə bilərik. Mövzu uyğun olaraq sərgimizə, qonaqlara söz vermədən əvvəl bir musiqi nömrəsini davam etmək istəyirik. Zəngilan Musiqi Məktəbinin nümayəndəsi Nurlan İsmailova söz veririk. Teşekkür ederim. Hörmətli sərgi iştirakçıları, əziz uşaqlar, yeniyetmələr, gənclər. Bilirəm ki, artıq bir neçə gündür bu salonda müxtəlif yaş kateqoriyasına aid olan bizim gənc istedadlarımızın bəstəyi sənət əsərləri nümayiş olunur.
əminəm ki, digər sərgilərdə də bir-birindən gözəl məsələlər nümayiş olunur, təqdim olunur və bir neçə gündən sonra da artıq Munsiflər Heyətinin qərarı məndə bütün bu mərhələlərdə iştirak edən uşaqlarımız, gənclərimiz mükafatlandırılacaq. Bu sizin, ola bilsin ki, bir çoxumuzun ilk attığımız addımlardır. Kimsə bundan əvvəl də digər sərgilərdə iştirak edib. Amma əminəm ki, hər bir belə sərgidə iştirak sizin təsviri sənətdə olan, sənətimizə olan dünya görüşünüzü artırır, təcrübənizi artırır, siz bir-birinizlə tanış olursunuz, bir ekosistem formalaşır, öz həmkar dostlarınızı tapırsınız, bir-birinizin yaratdığınız əsərlərlə də bir uğur və təcrübə müharibəsi keçirirsiniz. Təşkilatçılara təşəkkür edirəm. Xətai Sənət Mərkəzinə, İnsanlar İttifaqına, Dövlət Rəsm Qaleriyasına, digər əziyyətli keçmiş hər bir kəsə, müəllimlərə, iştirakçılara və hər birinizə gələcəkdə uğurlar arzu edirəm. Sərgi iştirakçılarına, gənclər rəssamlarımızı, valideynləri, müəllimləri salamlayıram. Sizləri Xətai Sənət Mərkəzində görməkdən çox məmnunum. Bildiyiniz kimi bugün burada 9-cu Uşaq və Gənc Rəsm Festivalımızın 3-cü gününün sonuncu hissəsidir, davam edir. Məqsəd Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gün 28 may günü həsr olunmuş festivalımıza hazırlıqdır. Çünki festival çərçivəsində elan olunmuş müsabiqənin günləri bugün davam edir və bugün sizlərin əsərləriniz burada təqdim olunur. Bildiyiniz kimi müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən və həm də 6 xarici ölkədən ümumilikdə 1200-dən çox məşğul daxil olmuşdur və bu əsərlərin içərisindən 800-ə qədər əsər 3 gün ərzində növbəli şəkildə burada sizlərin əsərləri burada sərgiləndi. Özü də yəqin ki, bu sərgilənən əsərlərin kataloqunu, onlayn kataloqunu da saytlərdə görmüşsünüz və bu əsərlərin hamısında məqsəd Azərbaycan musiqisi bizim əsas şüarımız Azərbaycan, mən səni sevirəm. Mövzumuz Azərbaycan musiqisi təsvir sənətdə. İştirakçılarımız burada Azərbaycan musiqi alətləri, musiqi səhnələri, Azərbaycan rəqsləri, Azərbaycanın müəllif, xalq, uşaq musiqilərinə illüstrasiyalar, fərqli musiqiyə uyğun təsvirləri görürük. Əsərlər də fərqlidir, hərəsində öz əhval-ruhiyyə var, hər uşağın, hər iştirakçının öz baxışı var. Müsbət cəhət bundadır ki, siz musiqiyə yanaşanda, musiqi çəkən vaxtı mən inanıram ki, ya valideynmi, müəllimmi, özünüzmü, hansısa bir səhnəni təsvir edəndə, heç olmasa zümzümə eləmişsiniz, həmin musiqini araşdırmalı olmuşsunuz. Mən bilirəm ki, onun özü də Azərbaycan musiqisinə olan marağın artmasına xidmət edəcək, həm də bir də musiqi insanı bəlkə də dincəldə, rahatlada bilən ən ümdə elementlərdən biridir ki, insan çox sıxılanda ancaq musiqiyə qulaq asmaq istəyir. Musiqi, mən elə bilirəm, bir də ki, Azərbaycan musiqisi çox qədim musiqilərdəndir. 12 nəfərlik bir komissiyamız olubdur. 6-sı, 7-si Azərbaycan, qalanı da xaricdən olan komissiya üzvləri seçiblər. Tədbirlərin də məqsədi sizlərin özünüzün formalaşmağınızdır. Çünki Azərbaycanın gələcəyi sizlərin əlində olacaq. Siz nə tərəf formalaşsanız, gələcək Azərbaycanı ilə görəcək. Bizə də lazımdır ki, mükəmməl bir Azərbaycan lazımdır. O da sizlərdən çox şey asılıdır. Biz də bazardığımız kimi dəstəyimizi eləmək istəyirik. Bir vətəndaşlıq borcu kimi nə eləmək lazımdır deyirik ki, gələcəkdə gənclik formalaşsın. Çünki formalaşmağın bir neçə amili varsa, onlardan biri də zövqdür. Zövq formalaşmasa, insanda çox şey formalaşmayacaq. Zövqün də əsas elementlərindən biri rəssamlıqdır, musiqidir. Bunların hamısı zövqün formalaşmasına böyük təsir edir. Bizim sərgilərdən hardasa bir 3 gün ərzində 70-dən yuxarı uşağın rəsm əsərinin adı yazılıb, onların içindən 30 əsər seçiləcək, bir də baxılacaq. 30 əsər, hər yaş qrupu üzrə 10 əsər festivala iştirak qazanacaqlar və o 30 uşaq gələcək bizdən ayın 23 mayda icra hakimiyyətinin qabağında canlı performans edəcəklər. Bunlar hədiyyə, mükafat, o günü bizdən geçirəcəklər. Sizin hamınız da əslində durumda qalibsiniz, fəaliyyət göstərmişsiniz, yaradıcılıq eləmişsiniz. Çünki 30 əsəri seçmək bizim üçün çox asan olmadı. Yenə deyirəm, biz sərgidən gəlir, sərginin özündə bir 15 əsər təzədən seçirik, onların içindən təzədən 15 nəfərə qədər yendirmək lazımdır. Çox çətindir. Çox əsərlərin çoxunda o barədə müsiflər öz fikirlərini deyəcəklər, hansı meyarlarla seçilər, neynədilər, bunlar haqqında danışacaqlar. Çox söz demək olar, çox şadıq ki, belə bir tədbirə ev sahibliyi edirik və sizlərlə bir yerdəyik. Sağ olun. Salam, vaxtınız xeyir olsun, hörmətli qonaqlar, müəllimlər, valideynlər, uşaqlar.
Yəni ki, bu sərginin həqiqətən də araya əsəri gəlməyi çox asan başa gəlmir. Neyi nəzərdə tuturam? Yəni ki, bir münsif kimi çox çətindir şəkillər seçmək. Çünki eyni zamanda 6-7 işin, yaxşı işin içindən bir dənə və yaxud 2 dənə iş seçmək lazımdır. Bayaqdan baxırıq, bütün münsiflərlə şəkillər barəsində məsləhətləşirik və 1 dövrə, 2 dövrə, 3 dövrə baxırsan, yəni ki, işi işdən seçmək asan məsələ deyil. Ona görə də bayaq da münsiflərin dediyi kimi, yəni ki, əsas məsələ bura qədər gəlib çıxmaq özəli böyük bir işdir və inşallah sağlıq olsun biz sizi daim öz aramızda sıralarımızı görməyimizə çox şadıq. Çünki neçə illərdir demək olar burada uşaqlar var ki, artıq biz 4 il, 5 il bizimlə bir yerdə, necə deyərlər, bir Xətai Sənət Mərkəzində başqa sərgilərdə də bu uşaqları görürük və hamınıza çox sağ ol deyirəm ki, belə gözəl işlər işləmişsiniz. İndi işlərə gələndə çəkdiyiniz əsərlərin demək olar hamısı gözəldir. Yəni ilk baxışdan çox gözəl təsir bağışlayır və ekspozisiyonu necə deyərlər, belə bir göz mincığı kimi də belə ekspozisiyada çox ləzzətli işlərin hər biri həm rəngarəngliyinə görə, süjet xəttinə görə, götürülən mövzuya görə, rəng həllinə görə, plastikaya görə, qrafik həllinə görə. Burada demək olar ki, təkcə rəngkarlıq sərgisi deyil, gördüyünüz kimi, tamaşaçılara da baxıb, həm qrafik işlər var, akvarel işlər var, rəngkarlıq işlər var və qarışıq sintez işlər də var. Bir sözlə çox mənə belə gəlir ki, mən belə qənaətə gəlirəm ki, çox uğurlu sərgi alınıb. Bu 3 gündə biz şəkillərə baxırıq və bu 3 gündə bundan əvvəlki seçilən, birinci dəfə seçilən işlər ki vardı, 1000-dən yuxarı işlənmişdi və 800 iş özü böyük bir uğur deməkdir. İndi hal-hazırda 100-dən yuxarı iş var, iştirakçı var, valideyn var, müəllim var, hamısı minnətdarlığını bildirəm ki, zəhmət çəkib gəlmişsiniz. İncəsənət özü elə bir çətin sahədir ki, o bir növ elə bir indi uşaqlara elə bir dənə qab qoymusunuz, gilə-gilə su başlayır və görə. Haçan gəlib dolacaq, haçan mükəmməl olacaq. Yəni ona görə də bu işin nə əvvəli, nə axırı yoxdur. Bu işdə ancaq inkişaf var, bu işdə səbir, hövsələ, dözüm, inam, bir də məhəbbət lazımdır həddindən çox. Nəyə? Vətənə ev hüzzətdir ki, məhəbbət mədəniyyət kandarından başlayır, belə bir söz var. Yəni ki, Astanadan başlayır, qapının ağzından başlayır. Yəni bizim də Azərbaycan dövlətimizdir və biz bu xalqı dövləti neçə min illərdir, əsrlərlə qoruyub saxlamışıq mədəniyyətini, incəsənətli və bizim borcumuzdur. Gələcəkdə də bax, indi də başlamışız bu mədəniyyəti aparmağa. Yəni ki, incəsənət çox güclü bir silahdır. Çünki hər hansı bir dövlətlər, xalqlar bir-birinə görüşəndə, yüksək sammitlərdə görüşə gedəndə musiqiçi, rəssamlar yəni ki, yüksək səviyyədə təbliğ edirlər, təmsil olunurlar başqa dövlətlərdə. Ona görə də bunu bilin, hər birimiz Azərbaycanın bir dənə əlinin ki, səfiri kimi də, incəsənəti belə götürəndə çox yüksək səviyyəli bir zövq verici bir incəsənətin bir növüdür. Və bu işlərdə burada çox sintez işlər də var, memarlıqla, rəssamlıq, musiqinin vəhdəti, rəssamlıqla musiqinin vəhdəti, musiqinin janrlarının tutaq ki, muğamatla, xalq trio, xalq üçlük, xalq çalğı alətləri görürük və roka müraciət edən var, başqa Avropa musiqilərinə müraciət. Bir sözlə çox gözəl mənizdir və zövq aldım. Bu zövqü bir yerdə yaşadık sizlərlə, çox sağ ol, çox danışdım. Nəyə görə mənim çox belə gözəl təsir başladığına görə bir növ mən də sizin kimi elə bir eyni 12-13 yaşında özümü hiss edirəm hər dəfə. Sizlərlə bir yerdə olanda buna görə çox sağ olun müəllimlərimizə, valideynlərə, nənələrə, babalara və bizim jüri və bizə kömək olan, daim bizə dəstək olan bütün qurumlara təşəkkürümü bildirirəm ki, var olsunlar, sağ olsunlar ki, daim bizimlə bir yerdədirlər. Fikir mübadiləsi aparırıq və inkişaf edirik də, belə deyək. Sizinlə bir yerdə biz də inkişaf edirik. Çox sağ olun, var olun, uğurlar olsun. Həmişə xalqımızı, vətənimizi sevdim, mədəniyyətini yüksəkdə saxlayın. İndi isə sözü verəcək rəssam, İncəsənət Gimnaziyasının müəllimi, pedaqoq Abbaq Əliboğluya. Təşəkkür edirəm. Artıq bir neçə gündür ki, yəni biz seçimlərdə iştirak edirik. Müxtəlif yaş həddində olan uşaqların əsərlərinə baxdıq. Onların arasından seçimlərimizi etdik və dünənlərdə mən qeyd etdim. Mövzuya aid olan işlər
arasında çox rəngarəng əsərlər var idi. Bugün daha mənə çox xoş təsir bağışladı. Mən çox sevindim ki, bizim gənc nəsil musiqini, yəni dar düşüncə ilə deyil, biraz geniş düşüncə ilə hardasa anlayır, başa düşür və onu fırça ilə kətana, kağıza köçürə bilir. Yəni bu böyük bir göstəricidir. Çünki son zamanlarda uşaqların və gənclərin dirayət etməsi bir qədər azalıb və bildiyimizə görə də Xətai Sənət Mərkəzi bu festivalı qoymaqda onun məqsədi var idi ki, gənclər və uşaqlar bizim musiqi tariximizi, musiqi mədəniyyətimizi nə dərəcədə bilirlər və bundan sonra da yəqin ki, oxuyanlar daha çox məlumat əldə edərlər. Mənə elə gəlir ki, ehtiyac var indi də ki, yəni dirayət edəsiniz, daha da gözəl əsərlər ortaya çıxsın. Çünki rəssam çox dirayət etməlidir, çox oxumalıdır ki, yəni o öz yaşadığı vətənini indi tək burada bugün sərgidədir. Xətai Sənət Mərkəzi sağ olsun ki, belə gözəl festival təşkil edib. Həqiqətən təqdirə layiq bir addımdır rəssamlar üçün. Gələcəkdə sərhəddən kənarda olan ölkələrdə siz sərgilərdə iştirak edəcəksiniz və o qədər savadlı əsərlərlə Azərbaycanı tanıtmaq lazımdır ki, Azərbaycanın necə bir gözəl bir mədəniyyətə, musiqiyə və Azərbaycan çox bildiyimizə görə, yəni rəngarəng bir ölkədə hər tərəfdən çox qədim tarixə malikdir, musiqiyə malikdir. Bunu gələcəkdə öz əsərlərinizdə bütün dünyanı gəzərək yəni Azərbaycanı tanıta biləsiniz. Bugünkü sərgi çox gözəl idi. Sizə uğurlar arzu edirəm. İnşallah ki, gələcəkdə də uğurlarınız və sərgiləriniz bol olsun. Təşəkkür.
Əlimanov Yusif. Hüseynova Zəhra. Həsənzadə Rüqəyyə. Əskərova Yasəmən. Həmidzadə Mələk. Kərimli Fidan. Bayramlı Mədinə. Rusanov Ağa. Mirzəyeva Şəhla. Məmmədov Şir Məmməd. Salahlı Səlmi. Hamısı bulmaq üçün bir çəkib atmaq üçün məsələlər təhlükə, addan yox. Yəni bura qədər gəlmək, məsələn deyim, uşaqlıq xatirələrindən bura qədər yenə mən biləm ki, gəlmiş. Sağ olun ki, gəlmişsiniz. Gel, sen bize bir